Hoş geldin, hoş geldin. Ayağıma olmaya Ailem naksan muhabbetler, şeytan sızıldım. Ay, gören boy muhabbeti, hoş geldin. Hoş geldin. Allah kömərdir. Hoş geldin. Sağ ol. Ne? Hoş geldin. Abi hoş geldin Sayran. Allah senin atanın kardeşine gene rahmet koyduğu şad olsun. Allah bayramın mübarek olsun. Ha, bu saatli muhafesi geldi. Saatli muhafesi. Hoş geldin. Bayramın mübarek olsun. İnşallah bayramlar kömərdir. Allah kabul eylesin. Allah kabul eylesin. Ne var ne yok verdim. Canım başına efendim. Sağ ol. Tamam mevzu bayramınız mübarek. Bayramınız hamdülillah. Hemşehrilere, bayramlara yığışar. Allah kabul eylesin. Allah bizim sağlamat, sağ salamat olsunlar. Allah kabul eylesin. Allah kabul etsin. Bütün kurbanları kabul eylesin inşallah. Allah kabul eylesin. Adil. Amin ya Rabbim. Görüşmeler. Yani 5 defa ömrün olar, vaktinde başlamak lazımdır. Çünkü zamanı ölmez, Allah ölmez. Məclisin ədəbi var, məclisin ədəbi duanı başlayır. Biz də bu mübarək günün Qurban Bayramı duasını başlayırıq. Bədənlərimizin ruhuna. Amin. Allahümme əxfirli müminə vəl-müminat, vəl-müslimlə vəl-müsliman. Əl-əhyâ mümin vəl-əmvat və ilə ruhil. Mərhumil məxfurul məlum bil əkri Muhammedin vali tahirin. Bi hürməti surətin mübarəkəti. Fatihə-i-Məsəl. Əzbillahiminəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malik yevmiddin. İyyâke na'budu, iyyâke nestaîn. İhdines sıratal müstakîm. Sıratal-lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul fallahu ahad. Allahu semed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah kabul etsin. Allah bayramımızı mübarek eylesin. Allah ölenlerimize, atalarımıza, analarımıza, dünyasında yaşamış əhvalımıza Allah kendine rahmet eylesin. Mübarek gündür, Allah onların ruhlarını şad eylesin. Bizim borcumuzdur, bizi büyüdüblər, biz bilmeyik. Allah burada oturan insanların ölen əhvalın ruhuna kendine rahmet eylesin, məğfiretini bol eylesin, yollarına sandır. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İcacel nesrullah vel-fetih. Ve rəeytə nəsə yədxulinə fi'nəllah əffəcən. Fəsəbhəmd Rəbbik, fəstəxfir innə kənə təvvəb. Sədəqəllahul əzim. Quran-ı Kərimin 114 surəsindən ən kiçik surə olan Nəsr surəsini başladım. Bu mübarək Qurban Bayramı şərəfindən verilən məclisi. Nəsr yardım deməkdir, kömək deməkdir. Nəsrullah Allahın yardımı deməkdir. Mənasını deyirəm, surənin mənasını deyirəm, 3 ayətdən ibarətdir. Allahın yardımı zəfəri gəldiyi zaman insanlar bölük-bölük, haqqa,
girdiyi zaman Allah'a həmsana edir. Allah'tan bağışlanma dilə, əstəğfurullah edir. Və dua edir. Bu surə mənim həyatımı dəyişən surələrdəndir, 2 surə olmağına baxmayacaq. Çünki 99-cu ildə gəlmişəm Ukraynaya, 2000-ci ildə şəhərə gəlmişəm. 2000-ci ildə gəlmişəm, ilk gündən, gələn gündən ehsan vermişəm, patent qalalar vermişəm. Hətta imkan olmub, demişəm ki, uşaq bir balam olub, Allah hamımızın balasını xoşbəxt eləsin. Demişəm, bala, onlar qalar əhcamatı qabağından yiyərsin. Şükür Allaha, şükür Allaha. Şükür Allaha ki, yəni başqa şəhərləri gedirəm görəndə. Hamı el-oba, Ramazan bayramı bundan da çox odur. Nə qədər insan gəlir, gedir, qız gəlin gedir. Bu Allahın zəfəridir, bu mənim də özsənin doğrusu deyil. İnsanlar bölük-bölük, dəstə-dəstə gəlirlər, bax, Qorlovkadan gəlir, Yenarkev gəlir, Gürcistan böyük dövlət. Hər yerdən gəlir ki, niyə gəlir bura? Allah eşqinə, Allahın məhəbbəti xatirinə. Yəni, heç kim var, nə pula, nə vara, nə dövləti getirən yox. Heç kimdən qorxmur, həmişə demişəm, nə pulum, nə varım var, nə vəzifəm var ki, geçir ki, nədən də doğru. Hamımız bura yığan Allah'a məhəbbətdir, Allah'a sevgidir. Allah bu günləri bizim həyatımızda çox eləsin. Həmişə belə xoş günlərdə yığılar. Quranın belə bir hikməti var ki, xoş gündə olmasan, pis gündə Allah onu edir. Quranı gözəl günlərdə Quranı təqvimimizdə yığılar hər birimizin həyətində və belə gözəl günlər keçirək. Allah da bizi qərib ölkədə dərddən bəladan qulaq. Bugün mübarək gündür. Mən çox sevinirəm, ürəkdən şadam sizi görməyimə. Lap elə bir ki, uçuram, bu bayaqdan 2 rükət namaz qıldım. Dedim ki, Musa Peyğəmbərin duasını edir. İlahi, köksümü genişliyi, düyünü çözdüyümdən ki, insanları anladım. Çünki Azərbaycan şimallı, cənublu, qərbi, şərqli hər bölgədən var. Yığışmışı bura bir ailə kimi buna söz çatdırma, buna daha o dili saz lazımdır ki, dibin. Allah köməyiniz olsun. Allah bizi belə yerlərdə toplasın həmişə. Hamımız Azərbaycanlıyıq. Bir balaca Azərbaycanlıyıq, vətəndaşları yox. Hamımızın bircə vətəni var. Televizor baxanda onun xoş günə sevinirik, pis günə üzülürük. İstər-istəməz özümüz, mən 7 il getmirdim, özümüz az olsa, amma qardaşımız, bacımız, atamız, anamızın qəbri var. Oranı həmişə bir qibləgah kimi əzizləyirik. Vətənimiz ərazi cəhətdən balaca cırtdan dövlətdir, 90 min kilometr yox. Amma bugün böyük dövlətlər içərisində öz sözünü, öz imzasını deyəmir. Acı bir söz deyim ki, 1 milyard 400 milyon Çin əhalisi var. Çin dedi ki, Azərbaycan Çinin dostudur. Yəni, bu birisi nə deməkdir? Bu böyükdir, bu böyük bir nailiyyətdir. Hər yerdə, Avropada, Fransa kimi böyük dövlət dünyanın 7 dövlətindən biridir. Azərbaycanla hesablaşırsa, Amerika bugün Azərbaycan dövləti, Amerika Azərbaycana məktub yazırsa, təbrik edirsə, dövlət başçı bayram münasibəti ilə. Deməli, bu bizim təxirimiz, bu bizə ürək olsun. Bu bizim xarici siyasətimiz. Daxildə də mən olmamışdım da, yəni televizor baxmadım, 7 ildən sonra yenə getdim, bir həftə oldum da. Valla nə qədər dəyişiklik olur, nə qədər dəyişiklik olur. Hər şey gözəldir. Bunu görməmək üçün ya kör olmaq lazımdır, ya da vətən xaini olmaq lazımdır. Bu gözəlliyi, bu problem var, bunların həmişə var. Problem bugünün, bilənin problemi deyil. Problem əsrlərin problemidir. Çünki biz əsrlərdir müstəmləkədə olmuşdur. İndi isə maşallah, maşallah, hər şey gözəldir, hər şey. 2 şey Azərbaycanda mənim diqqətimi cəlb etdi. Birinci, ən gözəli elmə məhəbbət. Kasıb da uşağını oxudur, kasıb. Mənim bir kasıb tələbə yoldaşım var adamdan. Onun qızı New Yorkda girdi, ən yüksək universitetə girdi. Asaslı 2 bala, mənim pulum var, oraya göndərim səni. Qız, utlu şeydə, BMT-nin oğlunun şeyi var, təhsil üçün ayrılan pul deyil. Orada utdu, 120 min dollar aldı oğluna, bir atabaq utdum da. Onda o qızı uzaqlarını ki, qızım, sənə halal vardır. Təsəvvür ki, qız uşağı New Yorkda 120 min dollar onun fondundan utdu ki, orada olsun. Hamısı oxutmaq üçün, bir millətin gələcəyi üçün ancaq elm lazımdır, elm. Orta lat səviyyəsi uşaqlar var. Buranın bizim əratı uşaqlarımızdır və müəlliməm də ona görə deyirəm. Sizə uşaqlarımızdan yaxşı bilir. Çox gözəl, çox gözəl. Çünki bir gözəl söz var prezidentin, deyir ki, indi nefti ixtirac edirik, vaxt alacaq, bilik ixtirac edəcək. O balların biri sən nə edəcək bir əzəldən, 5 ilə 10 ilə bütün dünyayı meydan oxuyacaq. Biz qoca vaxtımıza çox onlara baxıb sevinəcək. Bax, ən diqqətimi çəkən birinci oydu. İkinci, insanlara. Mən Cəlilabad rayına getdim. Cəlilabad rayında 85-ci ildə olmuşdum. Toyda olmuşdum, cavan uşaqdım da. İndi getdim, gördüm ki, Azərbaycan elə yerləri var ki, qiftə olmasıdır, qiftə. Cəlilabad Toşun Danesi kimidir, Ukrayna kimidir.
Bircə fərqi var. Orada meşə zolağı yoxdur, burada meşə zolağı var. Cəlilabadda, dağ kəndinə getdim də. Uçsuz bucaqsız 10 kilometrlərinə taxıl, noxud, kartof, soğan, çiyələk, 1 hektardan 50 ton çiyələk götürür, soruşmuşam. 1 hektardan 85-90 ton kartof götürür. 1 hektardan 65 ton ən aşağı taxıl götürür. Ağsaqqalın evində oldum, Ağbəkərin evində oldum. Cəlilabadda məsələ şey görməmişdim. Özbəklər qoyur, həyətdə gündürdə otururlar. Həyətdə gül çiçəyi. Qoca arvadın evində oldum. Qaz olmayan kəndlərə gelmişəm, qaz olmayan. Yüksək səviyyəli üslubdur, yüksək. İnsanlar da otururlar, kimsə başdan gelmişdi, 5-6 uşaqla. Siyasətdən deyil, sən Allah siyasətdən danış. Niyə? Çünki zəhmətkeş adamı siyasət. Siyasət kim danışır? Boşboğazda. Zəhmətkeş insandır. İnan Allaha. Sovet hökumətində bir dənə imla yazırdı. Kim onu yazırdı? 5 alır deyə. Əmək insanı ucaldır. O cəmaatı gördüm ki, dedim halal olsun, halal. Mən belə bilmirdim. Hər sahədə 10-15 refrigeratorlar yanıb. Bax, hara gedir mal, Azərbaycan malı. Koreya, İndoneziya, Çin, Vietnam, Kamboca, Singapur, Malayziya, Avstraliya, Rusiya, Avropa, Yunan Amerika, hər yerə gedir, hər yerə gedir. Hər yerə gedir. Bax, o çetə dururlar, refrigeratorlar ki, mallaşırır. Əleyhisselam, xoş gəlmiş, gəl buyur, buyur. Gəl buyur, gəl buyur. Gəl burada otur ki, vilayət. Gəl burada otur. Sən burada otur, gəlin orada oturacaq. Bir an yeyilir çelində, ona sadə. Gəl burada, gəl burada, gəl burada. Gəl burada bir gəlir. Biz də Azərbaycanın malıyıq. Biz də Azərbaycanın məhsuluyuz. 3 kilo yarım doğulmuşuq. Bizi əkib doğan ata-ana da o torpaqda böyüyür. İndi atamız, anamız o torpaqda uyur da. Babamız da, nəyimiz də o torpaqda uyur da. Biz də o torpağın vətəndaşıyıq. Deməli, biz də birini. Amma içimizdə böyük bir potensial var. Bu potensiali üzə çıxara bilmirik. Bugün Azərbaycandan burada 100 bindən yuxarı Azərbaycanlı var. Amma səsimiz 100 binə gəlir? Yox, az gəlir. Niyə? İçimizdəki, niyə enerjini biz dağıda bilmirik? Niyə? Bunu dağıtmağın bircə yolu var, bircə yolu var. O da Allahın ipinə sarılmaqdır. Qurana sarılmaq, Qurana həyat yaşamaqdır. Allah'a ki sarıldığın ki var, iman nuruyla insan Allah'a qul olur. Bütün kainata ki ağa olur. Bax, hər birimiz qərib ölkəliyik də, hər birimiz əgər o nura sarılsaq, iman nuruyla, hər birimiz yaşadığımız yerdə bir lampa olar, bir lokomotiv olar. Onda bu millət bizi əlinin üstündə saxlayar ki, doğrudan da deyərlər bunlar dəyərli insanlar. Bax, Allah'a bağlı olmaqdır güzel yəni. Yoxsa qalan şeylər hamısı boş şeydir. Allah'ın vahid ismi var, vahid, birdir. Sən isə, mən isə heç kim. Allah'ın qabağını keçmə. Yəni, birin qabağını bir dənə nə olur, 2 nə olur, 3 nə olur, qoşulaq xeyri yox. Hani birdən sonra 1 nə olur, 2 nə olur, 10, 100, 1000. Ona görə də Allah'tan sonra danışdırsan, Allah'ı arxanda çevirsinsə, Allah qədər gücünü çoxalır. Bax, bugünkü məclis də bizi Allah'a bağlı olan məclislərdəndir. Bu məclis bizi Allah'a bağlı edir. Bax, bura hamımız Allah eşkili yığılmışdır. Azərbaycanlar burada bir bədən kimidir. Hərəmiz bir orqandır, hərəmiz bir toxumu yox, hərəmiz bir hüceyriyik. Birimizi ağırdığımız zaman gerek bütün bədən yaxşı göstərsin. O ağrıyan yeridir ki, müalicə etməyən bircə şey var. O da Qurandır. Quran bir tədavi edir. Quran bir dərman, depodur. Bir qəribə hadisə oldu. 3-cü gün Termanskörəni getdim, Rozov kəndinə. Burada 80 kilometr uzaq. Hava istiydi, maşın saxlamağa yer yox idi. Axtardım, axı dedim, evi yox, günün altında yer yox. İstidə məclis 1 saatdan sonra başladı. Məclis başlayanda hava tutuldu, bir kilən yağış atdı. Dedim ki, əlimdə Quran idi. Dedim, qurban olun Allah'ım. Cəmaat ildə ayda bir dəfə yığılıb, elə o bura. Allah'ım, peşmançılıq vermə, qurban olun, nə olar? Bu Quranı oxuyun da yarı. Deyirlər, yağış yağır. Dedim, Allah'a dua edim, daha yağış yağmır. Heç də yağış yağmır. Oturdu Quranımızı, oxudu, yemək gəldi. Cəmaat sonra gelmək istəmədi. Saat yarım, 2 saat xeyli söhbət elədi, xeyli. Axırda cəmaat getdilər, sonra qadınlar bir söhbət elədi. Saat 5-in yarısıdır, məclis 2-də başlayır. Dedim, daha mən gedim də. Məclisin evin sahibi Mahmud dedi ki, nə olar, keç evində bir Quran oxuda, nə olar? Bu niyə deyir? Mahmudun 2 balası var. 2 də gözəl balalar. 2-ci balası gül kimi yoldaşın boşuyub, bir gəlin, bir uşağı ilə. Gedir bir tozulun bir dalır. Gəlin də gözəl görsək, anası, Mahmud da, yoldaşı da ağlı özünü öldürür 2 ayət. Sən Allah buna bir çare ver. Yəni, ən böyük borcu buradadır, ən böyük. O vaxt Ukrayna argument faktı oxumuşam ki, Şvabsnegerdə o vaxt cavda eləməyə danışsı gəlmişdir.
ən böyük cadı vaxtıdır, ən böyük ölkələmə. Ona görürəm, ballarınızı yiyir. Necə bizim evlərin, ballarımızın evlərini yıxırlar. Dedim, yaxşı, mən oxuyaram. Deməli, hava istidlər, mən 20 evə, içəri girəndə başım ağrıdı. Baş ağrıyırsa, mən orada atestat imza edim. 20 dəqiqə, 25 dəqiqə Quran oxudum, çıxdım. Çıxmaq istədim, qapı sifətimə vurdu. Bayaqda bir çoğun var ki, bir tufan var ki, ağaca sınır, palçanın üstündəki daşları götürüb atıb yerə, qırğın da hamı qışqırışırdı. Dedim, sənə qurban olun, Allah'ım, nədir? Mənlə 15 dəqiqə çıxan müəllim, sonra qutu atıb çıxdım aya. Yəni, tilsim sındı. Yolda gələndə, 15 dəqiqədən sonra yağış dayandı. Yolda gələndə ağaclar sınıb, güclə maşınları canıma çəkib keçdik. Kənddən 5-6 kilometrlə bir dənə də yağış yoxdur. Bax, möcüzədir. Quran bu möcüzəni törədir. Necə olur ki, Quran? Mən qəribə qalıb oturdum da ondan sonra 2-3 gündə keçir də. Həmişə özümə fikirləşirəm ki, Quran niyə möcüzə törədir? Nədir buradakı bu hikmətdir? Baxırsan ki, 14 əsr bundan qabaq olur da. Dünyanın ilk yaradılışından, hüceyrədən, günəş sistemindən, qalaktika sistemindən, ta buluddan, hər şeydən yazır. 14 əsr bundan qabaq. Azca bir söz deyim ki, Aristotel bizim eradan əvvəl 15 əsr bundan əvvəl yaşayıb. Aristotel dünyanın ən böyük alimi idi. Aristotel deyirdi ki, yer sentirdir, hər şey onun ətrafında fırlanır. Bunlar 14-15 iləsi bir nəfər qoxusuna söz deyəmir. Bir dəfə deyir Jordana Bruno, onu da asırlar, yandırırlar abi. Ondan sonra o sözü deyir Nikolay Kopernik ki, yer dünyanın sentridir. Yer güneşə ətrafında fırlanır. 15 iləsi dünya düzgün istiqamətdə inkişaf eləmir. Bax, Quran bunu deyir ki, yer də bir orqanizmdir. Quran bunu deyir. Təkcə bunun kimi yox, dəmirin yaranması, güneş sistemində 6 elementi yaranmasını, daha sonra füzyon olunan elementi, daha sonra lazer şüasını, nisbilik nəzəriyyəsini, Einstein'in 20-ci əsrdə kəşf etmiş nisbilik nəzəriyyəsini, bax o, Quran bunu deyir. Süni intellekt var edirlər, yapay zəka, süni intellekt, bax bunu Quran da bilir. Ona görə də Quran oxuduğu zaman, Quran böyük bir plajide zariyyətdir. Nə insan, nə bəddua oxusa, nə bəddua, o duanı Quran açır. Fikir vermiş ruslar ne deyir? Evə su çirilləri, bu oxuyub Bibliyada nə fərq var? Allahın kitabı da orada. Bibliyada oxuyub su çirillər. Niyə su çirillər? Çünki su rastvordur. Su həll edir, oradakı atestat zariyyəti götürür. Bax, Quran onu kimi götürür, Quran o cür götürür. Ona görə də dilləri evinizdə Quran saxlayırsınızsa, bir il bağlı qalmamalıdır. Yoxsa evinizə bəla gələcək. Mütləq açıb oxunmalıdır, çünki Quran oxunmaq sevimlidir. Bax, Quranın belə bir hikməti var. Bugün Qurban bayramı görüşmüşük. Qurban bayramı, müsəlmanın 2 bayram var insanlığın. Bir Quran bayramı var, bir Qurban bayramı var. Quran Ramazan ayındadır, Qurban isə Zilhicce'nin 10-cu gündür. Quran bayramı Ramazan bayramıdır, Quranın eniş ayıdır, doğum ayıdır. Yəni Allah üçün bir nur indirib da insanlıq üçün nur. Bu kitabı ki, insanlıq buna sarılsa yoluna azmaz. Qurban isə Allaha yaxınlaşmalıdır. Qurban ərəb sözü deyil, Sami dil qrupuna aid deyil. Toğratda da onları çəkir, qurban gedir, qurban. Allaha yaxınlaşmalıdır, Allaha yaxınlaşmağa vəsilədir. Yəni, bax, qürbət də sözdən deyil. Əqrəb də deyirlər, qohum əqrəbə. Qərib də sözdəndir. Qərib ne deyirlər? Çünki qərib adam Allahdan başqa heç bir imdadı yoxdur. Əqrəb ne deyirlər? Yeganə heyvandır ki, İrana yaxın vurur, vurduğu adamı öldürür. Qohum əqrəbə ne deyirlər? Qohum əqrəbə. Yəni, qohuma yaxın. Ona görə qurban Allaha yaxınlaşmalıdır. Qurbanın tarixi, 100 min il qurbanın tarixi var. Efiyopiyada adam tapırlar, skelet. 100 min il tarixi var, qurban var. Amma bizə bunun tarixi isə Adəmdən gəlir. Adəm 2 balası olur, Habil ilə Qabil. İkisi də qurban gətirir. Qabil, yavaş danışın orada, Səxə ver. Qabil ikisi də qurban gətirir Allaha. Qabil pis maldan gətirir, Habil yaxşı maldır. Allah Habilin qurbanı qabil edir, Qabilinki qabil eləmir. Qabil Habili öldürür. Gəlir öldürməyə, deyir ki, biz qardaşıq da, eləmə də. Deyir ki, sən məni öldürsən də mən səni əl qaldırmaram. İlk qardaş qatılır. Bunu qurban nədir? Quran nə demək istəyir? Demək istəyir ki, qurban kəsən adam Allaha yaxın adamdır. Onu öldürmək, xoşbəxtliyi öldürmək. Onu kəsməmək, xoşbəxtliyi məhv eləmək. Amma bizim bu qurbanın adı İsmail qurbanıdır da, İsmail hamdır. Niyə? İbrahim Peyğəmbərin 85 yaşında uşaq olur. Deyir ki, Allah, mənə bir evlad verdi, nə olur? Onun arvadının adı Sara olur, Sara. Bəy qızı olur, uşaq olmur onun. Amma Sara İbrahimi çox istəyir.
Deyir ki, İbrahim, git birini evlən. Amma qorxur ki, İbrahim kimləsə evlənər, meylini onu salmaz. Ona zənci qadın, Etiyopiyada olan bir zənci qadın, Həcər ev. Amma sonra xoşu gəlmir bundan, bir rəddələ bunları, görür ona məhəbbəti, deyir, bunlar gözün görmür. İbrahim Həcəri də İsmail götürür, gətirir Kəbəyə. Onu Kəbə çöllü yerir. Kəbədə qoyur uşağı da, aldı uşağı, körpü uşağı da. Və arvadını qoyur, gelir, ağlaya-ağlaya. Həcər soruşur ki, ya İbrahim, bizi kimin ümidinə qoyursan? İbrahim tarixi sözünə vaxt deyir, Allah'ın. Həcərin sözü isə laf tarixdir. Deyir ki, həsbinallah və ni'məl vəkil. Allah mı? O mənə yetər. Təsəvvür etsin, çölün düzündə körpü uşağına gör nə deyir qadın. Bugün ona görə də Həcəri baxın. Həcər hansı rayondandır? Hansı kənddəndir? Milləti nədir bilən var mı? Amma bugün Həcər adı qoydular insanlara. Hacca gedən adamlar Həcər qoydular, Həcər. Yəni Hacı kimi, Həcər kimi elədir. Həcər 7 dəfə Səfa Mərvə təpələrini fırlandı. Axıda başını qoyur ki, qurbanın olma Allah'ım. Mən heç istəmirəm. Su balama su, ya Rəbbi. Başını qoyur, oradan bulaq çıxır. O bulaq o qədər qaynayır ki, ona zəmzəm, yəni dur deyilir. Bugün ona görə də bax, həccə getmək 7.000 dollardır. Neçə milyon insan həccə gedir. Niyə? Həcərin yoluna, Həcərin yoluna. İnsan tarix yazır. Sonra qurban deyir, ona uşaq olmamışdan qabaq deyir ki, sənə qurban, oğlumu qurban deyirəm də. Amma yuxuda görür ki, oğlum bıçağını kəsir. Yuxuda durur, deyir ki, oğlum, mən belə şey görmüşəm. Bir atar, nə məsləhət onu elə bilərsin. O da oğlunu kəsməyə aparır. Bunun səhvi İbrahim bilsin səhvi nə idi? Yuxunu yozurlar, yuxunu təvil edirlər, təsdiq eləmirlər, o təsdiq elədir. Amma Allaha məhəbbəti şeylədirlər. Təsəvvür etsin nə deməkdir balasını kəsməyə görə bulasın. Mənim qızım Allah hamımızın balası xoşbəxt versin. 4-5 il gedib, onun otağından bir hədiyyəni uşaq biri sındıranda ürəyimi ağrır ki, uşağın şeyini niyə deyil? Hədiyyə yaşayın. İndi gəl balanın başını qoy, şeyin altına ki, kəsəsən. Tarixə bax, ona görə də İbrahim Xəlil deyirlər bunu. Allahın dostu deyirlər bunu, Allahın dostu deyirlər. Bilirsin nə deməkdir bu? Tarix yazır. Bax, nə qədər bu insan yaşayıb da Zindanistdə. Burada nə qədər insanlar oturur, aramızda yox. Biz də yavaş-yavaş gedəcəyik. Xatırlanacaq ildən sonra. 1-2 ildən sonra xatırlanacaq. Eləcək hələ it kimi gəlir, it kimi gelir. Amma bax, 35 əsr bundan qolaq olub İbrahim Peyğəmbər. Amma bugün də İsmail qurbanı, İbrahim qurbanı, tarix yazan insanlar. Bu bir manifestdir, bu manifestdir. Allah'ım bax, mən də İbrahim kimi, İsmail kimi hər şeyi keçməyə, hər şeydə olmasa cüzi bir şeydə keçməyə hazıram. Bax, bunun üçün hər şey eləməyə hazıram. Bax, bu bir bildirişdir. Bu ilki kimi Qurban bayramı yaxşı mənada keçməmişdir. Allah kömək olsun. İnsanlar şövlə kəsirlər. Bax, təşvik için deyirəm. Allah rahatın atasına qəniqə rəhmət eləsin. Balalarını xoşbəxt eləsin. Əmisi burada da əmisinə can sağlıq versin. Həm əmisi də həm qaynatası. Allah, sağdır. Allah rəhmət ölüyə də var, diriyə də var. Allah anana, atana da mərhəmət eləsin, şəhbir eləsin. Allah kömək olsun sənə bax. Kim burada Tofiqin Allah atasının anası qəniqə rəhmət eləsin. O gün olsun gəlin getirsin. Gəlin ayağının altına qurban kəsə. Hamısı var, qız gəlinlər var. O Tamar xala, yaşlı insanlar, yaşlı insanlar. Hamı elə məclisin əlsə gəlməyənlər. Adamın ürəyən duşu gəlir ki, şükür Allaha ki, insanlar belə şeylə Allaha yaxın gedir. Bu çox gözəl şeydir, çox gözəl şeydir. Bu bir məclis, nurani məclisdir. Fikir verirsiniz, buradan gəlib deyirsənsə, adam qəribə yüngüləşir. Çünki içimizdəki var, o ateşsal zalim, burada məhv edir, gedirir. Amma kəsməyənlər var aramızda, kəsməyənlər. Bu bir şans edir. Girit, aksiya var, aksiya. Deyirlər ki, falan mağazinin aksiyadır. Bu da bir aksiyadır. Allah verən bərəkəti kəsdi də, məsələn, ən çox rahat göndərdi də, rahat qardaşımız. Allah iki balasını xoşbəxt eləsin. Bax da, gözəl baladır. Onu Allah 10-100 qat çoxaldırır. İnə Allah, vasiyət Allah atasının anasını qəniqə rəhmət eləsin. Hər böyük bir heyvan kəsib paylayır, getirirsin. Hər yeri bombaları, hər 30 metrlik bir bomba düşür, amma bunun evini qoruyur. Dedim, niyə dedim şey var, kəsin qurbanını adı Allah qaldı. Amma biz niyə qurbanı kəsə bilmirik? Niyə? Canımız çıxır kəsəndə də. Niyə? Çünki nəfsimiz qoymuyor. Dünya şirindir deyə, onu kəsə bilmirik ki, nəfsimizi qabağına ala bilmirik. Amma Allah üçün vermək deyil. 40'dan bir çıxanda 39 qalır. Amma Allah üçün 40'dan bir çıxanda 400 qalır. Amma kəş bunu insanlar bilirdi. Mən deyirəm bunu, ən çox deyən mənim. Hər birisini mən yerinə yetirirəm, canım çıxır, pul görəndə mən çəkirəm. Bir 5 min aduzaqda bir çörək tükən deyəndə uçuram, ne oluyor? Niyə? Bəs axır vaxtda bir təcrübə oxumuşam. Alimlərin yapay zeka, yəni şimli intellektdən. Sizə də maraqlı olacaq. Dünyaya marağım elə azalır ki,
Gör təcrübə nədir? Bax, təcrübə necə? İnsan bu dünyanı 5 üzvü vasitəsilə görür. Gözlə görür, burunla hiss edir, ağızla dad bilir, qulaqla eşidir və əllə də toxunur. Bu orqanlardır bizi, ətraf mühiti bizi gördürən, bizi hiss etdirən. Göz kör olanda insan yenə heç şey görmür. Qaranlıq olanda yenə insan görmür. Beyində insan görmə orqanı görür göz. Göz siqnalı qabul edən, işıq siqnalı. Onun yönləri seçcatdır. Seçcat göndərir onu elektronlar dalaqlarına. Elektrik siqnalları ötürüb başa. İnsan görür, bax burada. Orada qaranlıq yerdir, işıq düşmür. İnsan görür, bax burada. Burası zələndə insan da görmür. Görməyən insana, ha mənim həyatımı təriflə. Dinə ki, endik belə pəşəndir, ha danış. Görməyən insan nəsə bir şey elə bilər. Dad bilməyən insanın nə başlayacaqsan? Daldanizm xəstəli insanlar var. Mən bunu yaşıl görürəm, o qırmızı görür. Burada Budyonokda bir dənə arvad var, 6 yaş arvad edir. Mən səhər-səhər həmişə ona çörək verirdim. Oturdum yanında, o kimlə söhbət edir, danışırdı. Deyirdim ki, skem razı var, uzun işi var. Sən onu tanımırsan, dedi ki, ona deyir ki, izvini. Yəni, insan onunla danışırdı. İndi təcrübəni gör, niyə necə aparırlar o təcrübəni. İnsan uşaq qoyurlar uşağı. Uşağın qabağına alını qoyurlar. Və bu yanındakı kompüterdir, üstünün intellekt. Uşaq almanı götürür yiyir. Uşağı da nə yiyirsən, deyir alman. Deyir almanın rəngi nədir, qırmızı. Dadı nədir, deyir turşu şirindir. İkinci uşaq isə qaranlıq otaqdadır. Kompüter, bu siqnallar var, uşaqdan siqnallar. O siqnallar ötür uşağı. Uşaq qaranlıqdadır. Uşağa deyir, nə yiyirsən, deyir alman. Deyir almanın rəngi nədir, qırmızı. Alma bu yiyir, o alman yiyir. O heç alma görmür, o. Deyir alma necə alma, deyir yaxşı almalı, sağ ol. Bax ha, almanı yemir ha. İkinci xəstə uşaq deyil. Anasını deyir ki, ana mənə dəniz qırağına çıxartda gəzməyə gedir. Anası deyir ki, bala dəniz qırağını sənə soğuqlar. Yox, ana dəniz qırağını istəyir. Həkimə deyirlər, həkim dəniz qırağında elektromanyetik dalğalar var, indeks. Onun çatısın, dalğanın uzunluğunu verirlər uşağa, kompüterini. Uşaq dəniz qırağında qaçır, oynayır, çimir. Deyir, ana sağ olur, mənim arzumu yerinə getirir. Nə yaxşı gəzdim. İndi gör, nə edirlər? Alman uşaq almanı yiyir. Rusi yanındakı uşağı isə tortu verirlər, tort yiyir. Tortun siqnallarını verirlər almaya, alma yiyənə. Almanın siqnallarını verirlər tort yiyənə. Tort yiyən uşaq deyir ki, mən almayı yiyirəm, gözəl almadan. Almayan uşaq deyir ki, nə qəşəng tort deyir, nə qəşəng. Amma tort yox taxır. Bu nə tort deyir, nə alma yiyir. Yuxu görür ki, yuxu. O gün bir yuxu görmüşdür. Ürəyim partlayır, duranda elə sevmişəm ki, necə ağrıyırlar, necə türmədə məni döyürlər, necə var həyatları. Necə yuxuda yuxudur var, ağlım var, nə var ki? Görə sözü var alimin, deyir, həyat da bir yuxudur, öləndə ayrılacaq. Deməli, bu həyat ancaq aşırı nədən çufsudan ibarətdir. Yəni, ancaq dəftərdir, bu həyat yoxdur. Quran nə deyir? Quran deyir ki, bu həyat bir nağıldır, bu həyat bir mirajdır, bu həyat bir illüziyadır. Necə tiyatr səhnəsi var, biri Qacar rolunu oynayır, biri Şah Abbas rolunu oynayır. Şah Abbas olmur ki o. Bax, bu həyat da bir dekorasiyadır, dekorasiya. Oyundur, bir oyun. Yoxdur bu həyat bir kölgədir. Zahid bir seçim edirlər, zahid. Zühd əhlinə, zahid torpaqla qızla fərq olmayan adamlardır. Zahid, dünyaya bağlı olmayan adam, nəsimi ki, bağlı, nəsimi zahid. Bax, ona görə də bax, dünya bu dünyadır, yalan dünyadır. Bunu çox alimlər deyirlər, amma heç kəs başa düşmür. Mən indi baxdım ki, doğrudan indi elm sübut edir ki, elmi cəhətdən sübut edir ki, dünya yoxdur. Bu dünya hər şey, aləm. Bugün bax, dedektiv kitab var, dedektiv kitab oxuyuram. İnsan satılmamaq üçün göndərirlər kəşfiyyatda, razveç göndərirlər, cəsus göndərirlər. Cəsus görək, tutulanda satılacaq, satılmayacaq. Bunu eləmək üçün tutulan momentdə var, onun başına işgəncə gətirirlər, vururlar adamı. Adam qışqırır, amma satılmır. Satılırsa, onu da cəsus göndərmir. Yəni, həyat ancaq bundan siqnallardan ibarət. Yəni, yoxdur bəyan. İndi fikir verin də, uşaq idi da, uşaqlıqda aşıq-aşıq oynamışıq, oyunun dal ayaqlarına aşıq-aşıq var idi. Qoçun aşıqları 2 dəfəlik olurdu. Bir dəfə 40 dənə 2 dəfəlik aşıq olurdu. Sevindiğimdən ölürdüm az da. Sonra spişə şağlığından kart oynuyorduk da kart. Sonra aşıq-aşıq oynuyorduk, aşıq-aşıq. Aşıq-aşıq dönemi çilədə oynuyorduk da, oyunun dalına, quruluşuna bağlıyorduk da. Kim qızların yanında 170 dəfə vursa, güt vursa, o səni ən gözəl oğlan idi, hamı qızlar onu istəyirdi, hamı şeyini. Ne baxaq ki, oynaymış ya bu. Azərbaycana getdim, bir can verən, böyük bir şidir şirkətin prezidenti can verir. Gəldim, dedim ki, sən bu qədər işlər görmüşsən, deyirlər, dünya boş şeymiş. Doğrudan indi dünya boş şeymiş. İndi bir baxın da,
İnsan bahalı maşın alır, bahalı ev alır, 5-6 ev alır. Arkadaşlar bunlar da oyuncağıymış yalnız. Biz özümüzü alladırmış ki. Mənim müəllimin 5-6 evi var. Deyir ki, var bir dəfə də bu evdə olmamışım. Deyirəm, bir evdə bir qaçqınlardan birindən olur. Deyir, sənin başın xərib olur Rusiyyədə. Nədir ki, sənin yox, o sənin dölü, o sənə əmanətdir, ay insan, əmanət. Ona görə də əlimizdəki neymət var, bu sənin dölü, ay insan, sənin dölü, sənin dölüdən əmanət. Buna fəxr eləmə. Plan yerdə Bakıda evim var, Şəkidə evim var, boş söhbətdir. Peyğəmbərin gözəl sözü var, o şeydən möhkəm yapmış ki, o şey səninə qəbirə gələcək. Ona görə də bax, mənim həmvətənlərim. Bax, bundan sonra artıq mən ayırdım həyatdan. Ayırdım. Bax, 7 ildir gedmirdim də Azərbaycana. Allah hamımızın nəvələrini xoşbəxt eləsin, nəvə qismət eləsin. Mən də nəvə görməmişdim də, getdim də. Nəvə deyirlər şirindir də, hə? Şirindir. Nəvəni də o qədər köyün böyüdüblər ki, nə baba, nə tayin, nə həyasın. Nəvəyə bir şillə vurdum, deyir ki, sən pis babasın, pis olur. Niyə? Mənə deyir ki, qudam deyir ki, özünü niyə pis edirsən, bir həftə qalacaqsan da. Neyim, deməyim uşağa. Deməyək. Baxın da yaşadığımız ölkədir də. Nə gözəl ölkə idi da bu, nə gözəl ölkə idi. 1 milyondan yuxarı bu tərəfdən, 1 milyon tərəfdən adam ölür. Deməyək, səsimiz kəsək bunu. Deməyək bunu. Biz deməyə bax bugünə gəlmişik deməyə. Ona görə də mən həmişə demişəm, daha bu dünya nə qutardım. Haqsızsa deyəcəm. Niyə deyəcəm? Çünki bizi uçurma adam haqsızlıq. O gün toyda oturmuşam aşırla. Toyda adam əlindən tərpənmək olmuyor. Stol, oçret var ki, stol boşalsın. Mən aşırı oturmuşum böyük bir stolda, heç kim oturmur bizim yanımızda. Son gəldi fayaq oturdu yanımızda. Aşırı bəlli, mənə görə oturmurlar, deyəsən. Deyirəm, sənə görə yox, mənə görə. Birini datla gətirdilər, gətirdilər qabağımızda. Bu da hamını görüşüb, bir də başını qaldırdı, mənə gördü. Belə o molluyla oturmuşam, durdu, çıxdı da. Oturub, aşırı iki niyə oturdu? Deyirəm, aşırı. Bax, qabağında hər şey var. Qabağında hər şey var. Basıb yürüyü, hər şey var, hə? Sənə lazımdır geri ged otursun orada, oturmuşuq da ikimiz. Hindi bax fikir verin. Şəhərin varlıları var, oturub varlılar. Yanlarında 6 dənə bizim tulalardan oturdu. Hindi tez zəng eləyir onlar. Zəng eləyirlər. Bir adam var ki, 2 qardaşın danışmır. Deyir ki, qardaşın filan kəsin yanında oturmuşam. Qələt deyirsiniz, qardaşın adam sayılır. Biz bir var adamın məqib olmadan namazə eləyirlər. Bir də var insan çumoğlu və fəxr edir. Bu dünyadır sənin, nə olur bilirsin? Ləyəqətlə yaşılar. Gözəl sözü var ya onun, o İranın prezidentidir deyir, keçmə namərd körpüsündən qoy yaparsın, sev səni. Yatma Türkü kölgəsində, qoy yesin aslan səni. Bir həyat yaşayırıqsa, ləyəqətlə yaşa. Və Allahın qabanı da üzü ağ gedək, bu dünya boş dünyadır. Ona görə də Allah yolunda eləyək və Allahın sevimli qulu olaq. Və hər ildə bir pillə Allaha yaxınlaşaq. Bayramınız mübarək olsun. Bir də qurban bayramınız mübarək. Amin. Amin. Sağ olun. Çeyiz buyursak. Bir sakin olun. Allah'ın bir gündə şükür, sağ-salaması, görsün. Allah bu ocağı abad eləsin, abad eləsin. Biz də gələk burada sizləri görək, bu cür bayramları qeyd edirik. Qurban bayramı gözəl bayramdır, ona görə gözəl bir şey. Biz ailədə böyüydük, həmişə Qurban bayramı gələndə atam sevdik. Atam heyvan kəsirik, uşaqlar. Ay canlar, ay nə oldu? Ay bir saç oldu. Evdə doyunca ət yeyilir. Bir də ona görə gözəldir mənim üçün ki, Allah rəhmət eləsin, həmişə qurban kəsəndə atam bir də dostum yemək yeyir. Allah rəhmət eləsin, Mürvət qardaşım həmişə mənim yanımda olur, qurban kəsəndə. Allah bütün kəsilən qurbanları qəbul eləsin. Bu gözəl bayramdır, yəni qurban bayramı haqqında da, saatlardan da danışmaq olar. Kəsilən qurbanlar qəbul olsun. Amin. Bir gün İbrahim Peyğəmbərdən danışılır bu gün, onun haqqında danışılır. Bunun atılır cəhənnəm alınlar. Həzrəti Cəbrail yaxındaşı deyir, ay İbrahim, sən ömrün boyu Allah'a qulluq eləsin. İndi burada ne inirsən? Deyir, belə lazımdır. Allah tamam bilir, Rəbbim bilirmi ki, mən burada? O mənim deyir, halımdan razıdır mı? Deyir, Allah tamam razıdır.
Deyir, Allah Taala razı olan yerdə mən kiməm ki, mən razı olmuyorum. İndi sizin hər gününüzdən Allah Taala özü razı olsun. İnşallah elə hərəkətlər edirsiniz, elə həyat yaşarsınız ki, Allah Taala sizin hər gününüzdən razı olsun. Bayramınız mübarək olsun. Allah sizdən razı versin. Allah adilə dəyməsin. Bu məkan həmişə var olsun. Bir də gələk gedək burada bayramlarımızı qeyd edir. Mən də hər bu dəfə payladım. Mən demişəm, bir dəfə sözünü demişəm. Burada da deyirəm, orada da demişəm, Boluqda şəhərdə demişəm. Qurbanlığın ikinci günü Məhərrəmin 7-ci mənim hesab. Kimin ürəyi istəyir, gələ bilər, qəbulunu gözümüzdə yeri var və həmçə hazırlığını görər. Dünən mənim yeməyimin yarısı qaldı ortalıqda. 30 il mənim həyatımda qurban yiyən, nefsan yiyən insandan gəlir. Allah Taala o gün sizə göstərmişsin, abilə göstərmişsin ki, yəni hazırlayasınız, gəlin. Hazırlasın, gəlmişsin. Allah Taala sizdən razı olsun, gəlin bayramınız mübarək olsun, Allah sizə də Adil. Əvvəla xoş gəlirsiniz Adil qardaşımızın ocağına. Adil, bu günlərim sənin özün kimi ləyaqətli, şərafətli, sədaqətli, qeyrətli, namuslu, qonaqpərvər, vətənpərvər, bax bu analarımız, qardaşlarımız eləsin. Hər birimizə bir daha xoş gəldin deyirəm. Allah Teala'dan arzu edirəm ki, nə ki nəziriniz var, Quranlığınız, qurbanlığınız var, Allah qəbul eləsin. Adil, Allah sən var eləsin. Hər dəfə yəni eyni sözü danışmaq da olmur. Mən bugün burada əyləşən ata-analarımızdır. Əlbəttə, bugün mən analardan deyim. Adil, yaman arvad deyir, cavan əli qocaldar. Yaxşı arvad, çox dərdini azaldar. 3 şeydir kişi başı ucaldar. Yaxşı at, yaxşı arvad. Ağırlı, acılı ömür keçmişəm. Yaxşını, yamanı görüb seçmişəm. Evli, eşikliyəm, var, işim, peşə, uşaqlıq həsrətim anam. Ürək ağrısına hey dözə, duranda nadanla bəzən üz-üzə. Bir şey eşidirəm, bir səs eşidirəm. Oğul, gəl bizə, dizimin taqəti anam. Neçə anaya da anam anadır. Aləm bir yanadır, o bir yanadır. O açan süfrədə şor da baldadır. Ağzımın ləzzəti anam. Gəlinin gezənin bilir yerini. Çəkir qardaş, bacı dərdi sərini. Ay Adil, hər kəs öyrədib nəvələrini. Hər kəsin qisməti anam gildədir. Anam gildədir. Allah bütün anaları qorusun. Çünki bu dünyaya bizim peyğəmbərlərimizi də, bizi də elə dünyaya analar gəlir. Biz hər birimizdə bir ata-ananın övladı olur. Cavan ömrü verib bada, balam üçün yaşayıram. Allah görür bu dünyada, balam üçün yaşayıram. Haramında gözüm yoxdur. Bilən bilir, könlüm toxdur. Nə olsun ki, deyən çoxdur, balam üçün yaşayıram. Dərdə qəmə bata-bata, qoymaram ki, gəlsin xəta. Gecələr rolda yata-yata, balam üçün yaşayıram. Kim yaşamır yalan ömrü? Məni dərdə qəmə salan ömrü. Keçən keçib ayadil, qalan ömrü, balam üçün yaşayıram. Allah bütün övladların ayağına daş, gözünə də yaş dəyməsin. Bir daha hər birimizi bu gözəl, müqəddəs bayramımızı təbrik edirəm. Nə arzularınız var, hamısına çatır. Sağ olun. Baxın, bircə, baxın, insan deyir ki, mən özüm üçün yaşayıram. Bu günahkar insandır. Baş şair də yazırlar, balam üçün yaşayıram.
Mənə dedilər ki, bir balan vardı, gəldilər, niçin yaşayırsan? Doğrudan mı düz sözdür, balans yaşayırsan? Yox, bu günah sözdür. Bəli, ən böyük his balanın haqqıdır, ailəmin haqqıdır, amma hamısı deyil. Hər şeyin haqqı var, qonşunun haqqı var, ağacın haqqı var, heyvanın haqqı var, yerin haqqı var, yiyin hər şeyin haqqı var. Yəni bir balan üçün, bir balanın haqqı üçün başqasının balasının haqqını əzməyə heç miqdarı yox. El üçün yaşamaqdır, el üçün. İyonosfer, yerin 7-ci qatı ionosferadır. Oradan gələn ultrabənövşə şüaların qabağını almasa, yerdə yaşayış mümkün olmaz. Amma heç bizim xəbərimiz yoxdur. Mən deyirəm ki, bala, mən uzaqda da olsam, orada dedim, mən etdiyim əməlləri deyirəm ki, bir balamı qoru, bir xəstə bacım var, onu qoru, qurbanı olun. Mən bu etdiyim əməlləri bir balamı həsr edirəm, bir bacımı həsr edirəm. Bir də atamın anın ruhu üçün avtomatik gedir. Yəni, ona görə də insan deyir, bir balans yaşayıram, ha. Balans edirsən, qa deyəndə qa verirsən, qu deyəndə qu verirsən, hər şey yaxşı olur o. Axırda bala olmur o, bəla olur, bəla. Ona görə də hər şeyin həddi var. Quran qədərdir, ölçüdür. Quran ölçüdür, ölçünü keçmək istəyir, bala olmadı, nə olur olsun. Ata-ananın evlada verdiyi ən gözəl cehiz, gözəl əxlaq tərbiyədir. Qalan hər şeylə boş söhbətdir, boş söhbətdir. 4 ildir balam ərə gedib, 4 ildir bir dəfə gedmişəm, bax. Hələ burada yola saldım, o Allah Turalın canı sağ olasın Kəmalyanın oğlunu. Dedim ki, Allaha dedim ki, qurban olum Allah'ım. Yollayıram balamı, qurban olum, ya Rəbbi. Göydə sən yerdə mənim, Allah'ım. Onun üçün də el üçün yaşayın, el üçün. Onda balağızı xoşbəxt olacaq. Hər şey xoşbəxt olacaq. Yəni, bir var mollalıq eləyəsən, boğazdan yuxarı danışırsan, bir var bu həyatı yaşayasan. Yəni, hamı da bilir, bu hikmət Cəllabadda da o bilir də. Cəllabadın Azərbaycanın ən verdiği şairlərdən biri nədir? Mənim balam ərdə. Hər şeydəki yüksək səviyyəsində. Nə tökürsən aşına, o da çıxır qarşına. Heç kim deməsin ki, mənim balamın bəxti yoxdur. Gətirmədi. Bu yalan söhbətdir. Hamı nəticədir. 2 addım arxaya bax, 2 addım arxaya bax. Hamımız günahkarıq, mən də günahkaram. Mən də günah edirəm. Deyirəm, ilahi, qurban olum Allahım. Demirəm, Allah məni bağışla, bu söz demirəm. Deyirəm, ilahi, tezə günah etməməkdə mənə kömək elə, qurban olum. Çünki, nə olar? Hamımız günahkarıq. Allah can sağlığı versin. Buyur abi, buyur. Məhməd Əkşi buyur. Məhməd Əkşi o insanlardandır ki, uşaq xəstə olanda Afrikada bulağı çəkdirib, onu da televizor göstərirlər. Yəni, seçilən insanlardan ona görə bu işində budur. Çok sağ olun, bayramınız mübarək, Allah hamımızın qurcağına xeyir, bərəkət gəlsin. Hamımızın bayramı mübarək olsun. Sizdən sonra söyləmək biraz çətindir. Sağ olun. Allah kömək. Vahid kişi, Orlokada gəlib. Burada Ağsaqqal kişilik, buyur Vahid. Hamının kəsdiyi qurban Allah qəbul eləsin. Qazancınıza uzu bərəkət versin. Allah hamının qurbanı qəbul etsin. Sağ olun. Təyyar Ağsaqqalları verim. Təyyar qardaşımız Ağsaqqal kişidir. Yəni, gözəl insan, gözəl ailə başçı. Yəni, necə deyim, mən ona görə xəstə idi. Allaha dolayım ki, ilahi, ona 20 ilə aşağı ömür və 20 ilə sonra keçər boğlarının altına itəsini artırarım. Sağ olun, deməli, sağ olun. Mən də təbrik edirəm. Qurban bayramı bütün müsəlmanları, bütün millətlərimizi can sağ olun. Sənin bu gözəl sözlərdən sonra o maşallah adam sağalır elə. Allah kömək olsun. Uşaqların da üzü əvvəla güldü, başladılar oynamağa. Sağ ol. Allah sizi var eləsin. Sağ ol. Sənin bala və nəvələrin toy qismət olsun. Sağ ol. Allah kömək olsun. Sağ olun, salamat. Arif kişi buyur. Arif kişi hökumətdə işləmiş adamdır, hörmət sahibi adamdır. 2 balası şəhid oldu. Bir balası müharibə başlandı, öldürdülər. İkincisi də təzə, hələ iri təzə çıxdı. Arif kişi buyurun Arif. Selamünaleyküm, bayram mübarek. Hemşe şartlıkta yaşa. Çok şerefli büyük bir yemeğinde iştirak ederim. Çok sağ ol. Allah sen canını sağ etsin. Azerbaycan milleti yığırsan bir yere birbirini tanışırsan millet başlı birbirini tanımalar. Ben çok şeref. Allah sen canını sağ etsin. Çok sağ ol. Nizam buyur ay Nizam. Halkımızın bayramında, Kurban Bayramı'nda bir bayram, öğlenle sabahından olan bir şey. Kimden milletine gelsin, bayramı, sağlık günü, Allah razı olsun. Hamza özünün can sağlığı, Kurbanlara, can sağlığı. Sağ ol, balon toyunda, nəvənin toyunda inşallah. Allah atana da qəni rəhmət edə aynı. Həsən qaqa, Həsən Azərbaycandan gəlib həm oraldı, həm buraldı. Həsən də bir ağsaqqaldı, masallı mafiyasında ağsaqqaldı. Maşallah, öyle dəyərli insandır. Allah ballarını xoşbəxt etsin. Çox şadam ki, sizi günlər görürəm burada. Təbrik edirəm bayramınızı. Qurbanınızı da
Allah mübarek. Tebrik ederim. Allah bayramı. Sağ ol Aygül, sağ ol. Yaşar Saatli. Kur'an saatine isteyeceğim. Muharebe olmuştur. Allah Teala sizin durduğunuz namazları, oruçları, ele bildik bütün ibadetleri, kestiğiniz kurbanları ve ümmiyet beyninde ne alacaklarınız var ya Rabbil Alemin. Allah Teala böylesi hem şekilde meditasyonu, hem şekilde şarkı olsun. Milletimize hem şekilde meditasyonu. Amin. Kəsənlərin, qurban kəsənlərin qurbanın qəbul eləsin, kəsməyənlərə qismət eləsin. Böyük insan həqiqətən də mən özümdən yaşlılardan üzr istəyirəm. İnsan yaşlaşdıqca biraz müdürləşir. İnsanın beyni kompüterdən çox güclüdür. Elə fikirləşəndə qurban bayramı deyirlər, Peyğəmbəri sınamaq üçün edib Allah. Amma Peyğəmbərlərimiz də bir insan olur. Yəni bu bir tək Peyğəmbəri yox, bütün insanları sınamaq üçün. Hər birimiz bir-birimizə sual verməliyik ki, nə qədər böyük yetim sevindirmişik. Böyük yetimlərin, dünənlərin, qurban bayramı yetimlərin, kasıbların sevinən günüdür. İmkanlar ət kəsib, yetimlər onların əlinə baxıb, ət gözləyib ki, ət gəlsin, evlatlarımıza ət verək. Təəssüf ki, devlət orqanları qay deyəndə ki, sabahların straxovka olmalıdır. Hamı düşür, zəng edir, çox adam iqrara, ki, ay iqrar, düzdür, bu straxovka lazımdır, sabah bizi qay tutacaq. Amma Allahdan qorxuruq ki, imkanımız var, qurban kəsmək. Lazımdır Allahdan qorxmaq. Bir hafta sən adır, dedin ki, sən kasıb azalsan, sən kasıb deyilsən. Hamımızdan yaxşı bilirsən ki, hamıdan vardı sənsən. Ora baxırsan, yarım fur orada un var. Gözü taşıyır. Nə qədər pul edir. Amma sən onun yarısın, meşoğun yarısın pişirirsən. O yarısına Allah elə bərəkət verir ki, bu qədər adam yığırsan. Bu ev 25 ildir biz bir-birimizi tanıyırıq, indi orada bir ilişi var. Burada 3 nəfər oturmuşuq, 10 nəfər oturmuşuq, 20 nəfər. Maşallah, bu qədər adam yığılıb. Yəqin ki, gələcəyə buna risk etməlidir ora kimi. Allah bu kiminsə niyyətin qəbul eləsin ki, artsın, səndən sonra da davam eləsin bugünkü gün. Demək çoxdur, hava istidir, bir saat danışmaq olar yəqin ki, burada. Yoxsa şirin danışır. Hər kəsə özündən götürsün. Kim kəsbibsə, Allah nə bilim, qismət eləsin, gələn kəssin. Anlasın, bilsin. Anlasın, bilsin, kəsək. Sən yəni dediyim kimi hamımızdan varlısan. Allahın yanında dediyim kimi 40-dan bir çıxanda 400 qalır. Sən Allahın yanında varlısan. Burada sənə çatan imkanlar... Yox, elə demə, hamı gözəldir. Yox, yəni hamı gözəldir, amma onu qazanmaqla deyil, onu xərcləməyin yolunu bilmək lazımdır. Hara xərcləyəsən. O deyir, çox adam hər o qazanar. Hamıya Allah ruzu bərəkət verir, amma adam var 1 milyon qazanır, onu aparır elə bir yerlərə sərf edir ki, onun heç xeyli bərəkət olsun. Amma sən yarım meşoq çörək pişirib satırsan, kasıb da var burada, varı da var, eşkimizdir istəyirəm dönə-dönə xətrinə dəyməsin. Yəni, hamını sevindirirsən, hamını biri-biri ilə görüşdürürsən. Sən mən varı bir insan kimi. Allah köməyini tutur. Halətdir. Alədir. Allah'a yolun sağlamaya, hadi. Taraflarına yolmaz bir her bir insan bu koca zamanı yapmadan. Her bir insan hayatını onunla paylaşmak. Ki bu tavafı yapmışsın. Her bir Ramazan bayramı tablaşır ya. Allah Teala seni ayağın şunu nasip etmesin. Bütün cümleler hamısı bir Amin. Hamımızın güzel bayramımızı tebrik edirəm. Can sağlığı, huzurlu bir sağlığı.
Sağ olaylar. Sağ. Bu da bir aksakallı. Bunu aksakallı misali gördüm. Toyda qırğın düşdü, qırğın. Bunun geldi ki o adam vurmaq. Dedi ki çıxarsan bayra. O bir dənə sözə çıxdı bayra. Dedi ki sənin Allah tanana rəhmət eylesin. Söz dedi ki aksakal çıxdısa var. Onda Bakı Allah aksakallarından biri budur. Allah canını sağ olun. İnqilab buyur aksakal inqilab düzdür. İnqilab da Yenakiyev'in aksakalı hörmətli adam deyil. Saqqal mı oluyor, saqqal oluyor. Hə. Fürsətdən istifadə hamının bayramını təbrik edirəm, hamımızın bayramını istifadə edirəm. Tabii sən Allah canını sağ olasın. Sən ki tamamı görürsən, bırakılır. Təmriklər, çeliklər. Allah canını sağ olasın. Hər bir şey hamının bayramını mübarək. Allah qəbul eləsin. Sanki bu insanları bırakan bir insan döyüşmüyor. O kardeş dedi, o bu meselesi siz benimle var adamsınız. Mənəviyyətcə varasınız ki, bu kadar adamlar yoksa iyi misiniz hemşer. Hamının bu bayramı təbrik edirəm, başta siz olmalılar. Xeyirli, bərəkətli olsun. Sağ ol. Habil'in bacısı, böyük bacısı. Mənim nəvəmin müəllimidir Bakıda. Mübarək insan da qızın da bacısının tərifli Allah can sağlığı verir. Habilə də gözəl insan. Buyur Tamara xala, buyur Tamara xala. Burada diyor Tamara xala. Tamara xala geri yatmır, dolma pişirdi ya sesi çıxmır daha yukarı. Hamınız hoş gelmişsiniz. Hamımızın bayramı mübarək olsun. Kəsilən qurbanları Allah qəbul eləsin. Bu işi, bu məclisi təşkil edən adamları belə var olsun o adamlar. Sen özün için deyirsən də sən, özün için deyirsən. Hamısına Allah can sağlığı versin, ruzu bərəkət versin. Ən əsası can sağlığı hamımızda. Deyir ki, Ləzi qardaş, kənddə 3 dənə kişi var. Biri xanım oğlu, biri dayım oğlu. Üçüncünü tap. Deyirlər, üçüncü sən olasın. Deyir, sən pirsən, ağırdan bildin. İndi də Tamara xalamla canı sağ. Sərdə xala buyur, Sərdə xala. Allah adilere can sağlığı versin. Hamdülillah yıllar, çok sağ ol. Sağ ol, abi. Sağ ol, abi. Allah can sağlığı. Ettiğiniz dualara, tuttuğunuz niyetler Allah kabul etsin. Arzuma düşüksün insanlar bu dünyada hoşbəxt yaşasın. Ürəkləri sakitlik zaman olsun, müddət neyimiz varsa böyle şükür edeyim. Neyimiz yoksa Çünkü insanlar her şeye vaxtında bilir, her şey zamanında vaxtında. Hər bizi təbrik edirəm. Kim bu məclisi təşkil edirsə, seçilirsə, onlara teşekkür ederim. Hər bizi teşekkür. Bayramınızı təbrik edirəm. Sağ olun. Biz de bakalım, biz de dua edelim bu güzel balamız için, sabahtı balamız için. Allah ona can sağlığı versin, sağlam olsun, ele geçsin inşallah. Biz de toyunda hamdunla iştirak edelim. Hamdun olsun, güzel baladır. Sağ ol, güzel balam, güzel. Aklını sözü veren Faik kardeşimizden Faik'le inşallah. Bununla miktarı. Faik, buyur Faik. Hayırlı olsun, bütün gelen bayramlarımız doğru olsun inşallah, hayırlı olsun. Allah da şans sağlığı, Sağ ol Ayqa, sənin də balların xoşbəxt olsun. Anana rəhmət, atana can sağ ol. Peyğəmbər ruhuna, onun əhl-i beytinə, əs-sahib kiramına salavat. Allahümme Bu məclisi hazırlayan insanlar var. Bax, Qabil qardaşımız yemək pişirir. Allah onun atasına qəni rəhmət edin, qara kişiyə, qaynası təzə rəhmətə gedib. Və Səxavət qardaşımız da, baxın, o işçidə bax, hər adama gətirib, uşaq kimi çay qoyur. Qabilin, Səxavətin, bu məclisə bax, Tamara xaladan tutmuş, qadınlarımız da axşam bunların ölənlər ruhuna bir salavat. Allah Allah. Xeyli insan yığılışıb, bura xeyli insan. Yasin, vəl-Qur'an-ı Həkim, innəkə ləminəl mursəlin, ələ sırat-i müstəqim, tənziləl əziz-i-rəhim, litunzirə qavman ma unzirə əbəukum fəxum qafilun, لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مغمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فاحشيناهم فهم لا يبصرون وسواء عليهم أنذرتهم أم لم تنذرهم يؤمنون إنما تنذر من اتبع الذكر خشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم
إنا نحن نحيي الموتى ونكتب قدم وأسراهم وكل شيء أحسنه في إمام مبين واضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون إذ أرسلنا إليهم اثنين فكذبوا وما فأززنا بثالث فقالوا إني إليكم مرسلون قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء أنتم إلا تكذبون قالوا ربنا يعلم إني إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لن تنتهوا لنرجمنكم وليمسنكم من عذاب أليم قالوا اطهروكم أن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أقصى المدينة رجل يسأل قال يا كم اتبع المرسلون اتبع من لا يسألكم أجرا وهم مهتدون وما لي لا أعبد الذي فتني إليه ترجعون أتخذ من دونك آلهة رحمن بدون لا تغني عن شفاعتهم شيئا ولا ينقذون إن إذا لفي ضلال مبين إن آمنت بربكم فاسمعون قيل ادخل الجنة قال يا ليت يعلمون بما غفر ربي وجعلني من المكرمين صدق الله العظيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين بسم الله الرحمن الرحيم قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد بسم الله الرحمن الرحيم قل أعوذ برب الناس مالك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس بسم الله الرحمن الرحيم قل يا أيها الكافرون لا أعبد ما تعبدون بل أنتم عابدون ما أعبد ونعبد ما عبدتم بل أنتم عابدون ما أعبد لكم دينكم ولي دين بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح ربك فاستغفر إنك كان توابا بسم الله الرحمن الرحيم تبت يد أبي لهب وتب ما أغنى عنه ماله ما كسب سيصلى نارا ذات لهب وامرأته هم الحطب في سحاب المسد بسم الله الرحمن الرحيم ليلة في قريش إلى في مدخلة الشرار والسب فليعبد رب هذا البيت الذي أطعمه من جوع ومنهم خوف بسم الله الرحمن الرحيم أرأيت الذي يكذب بالدين وذلك الذي يدعو يتيما وليحط أمام المسكين فويل للمصلين الذين هم عن صلاتهم ساهون الذين هم يرون الماءون بسم الله الرحمن الرحيم إن آتيناك الكوثر فصل لربك وانحر إن شانك هو الأبتر بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات تواصوا بالله تواصوا بالصبر بسم الله الرحمن الرحيم ولنقل ممازات الذي جمع حملا وتده يحسب أن مال أخلده كلا لم بزن في الطامات وما أدراك ما الطامات نار الله المؤقتة التي تطلع الأفئدة إنها عليهم مرسلات في أماكن متعدة بسم الله الرحمن الرحيم ألم تر كيف فعل أصحاب الفيل ألم يجعل كيدهم في تجليل فأرسل امتحان بابل ترميهم سجيل فجعلهم أسماكم بسم الله الرحمن الرحيم الله لا إله إلا هو الحي القيوم لا تأخذه سنة ولا نوم له ما في السماوات ما في الأرض من ذا الذي يشفع عنده إلا بأيديهم خلفهم ولا يحيطون بشيء من إلا بما شاء وسع كرسي السماوات والأرض ولا يؤوده حفظهما هو الذي بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك كتاب الله ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة رزقناهم ينفقون والذين يؤمنون بما أنزل من قبلك وبالآخرة يؤمنون بربهم وهم مفلحون بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة قدر وما أدراك ما ليلة قدر ليلة قدر خير من ألف شهر تنزل الملائكة روح كل أمر سلامة مثل الفجر بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر الله أكبر بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر الله أكبر بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر الله أكبر لا إله إلا الله والله أكبر الله الحمد Okunan Kur'an edilen dualar gelen salların hamısı
bu mübarək günün əsas səbəbkarı mübarək Qurban bayramıdır. Və bu bayramı iştirak edən bizlərə çəks olunur. Allahım, ey Rəbbimiz, ey Ərhamar Rahim, ey Zülcelal və İkram, Rəhman Rahim Allah, Xalik Malik Allah, Əhəd Səməd Allah, Rab Rəşid Allah, Müqtədir Allah, Əl-Hadi Allah, Əl-Vahhab Allah, üzünü kəmin dərgahını tutub yalvarım. Allahım, Allahım, kəsdiyimiz qurbanları qəbul elə qurban olum Allahım. Kəsməyənlərin qəlbinə insaf sal qurban olum. Quranı anlayanlardan, qurbanı anlayanlar da esinə qurban olum. Ya Rəbbi, bizi çirgindirirlər Allahım. Düzgün başa salmırlar qurban olum. Ya Rəbbi, qurbanın hikmətini aç. Allahım bizə aç Quranı bizə aç, bizi Qurana aç qurban olum. Ya Rəbbi, qurbanlarımızı qəbul elə Allahım. Xoş günlər üçün qurban kəsək Ya Rəbbi. Gözəl günlər üçün qurban kəsək qurban olum. Allahım, xəstələrimizə şəfa ver qurban olum. Buradan yalvarım Ya Rəbbi, səndən qaçıb sənə gəlirik Allahım. Başqa kimimiz var Allahım? Ölənlərimizin ruhunu şad elə, ata-anamızın, anamızın ruhunu şad elə. Ballarını ölən, ballası dünyasını dəyişmiş valideynlərə səbir ver qurban olum, səbir ver Allah'ım, ayrı kişi səbir ver. Burada bacımız var, balası, Eyşan balası, Eyşan Əqarətoğlu. Bacımız buradadır, onun balası da cavan balası dünyasını çəkib. Ona səbir ver, Allah'ım səbir ver, Ya Rəbbi, səbir ver qurban olum. Səbir ver Allah'ım, Ya Rəbbi, qərib ölkədə səndən başqa kimimiz var? Səndən qaçıb sənə gəlirik Allah'ım. Yolumuzu azanda bizi yolumuza dəvət ver Allah'ım. Sənin yolunda yürüməkdə bizə güc, qüvvət ver Allah'ım. Ballarımızı qoru qurban olum. Bir can sənə borcluyuq. Qəbirə ballarımızın içindəyik Allah'ım. Bizim içimizdə bala qəbirə getməsin Ya Rəbbi. Bala dağı göstərmə qurban olum. Balalarımızı qurban olum. Həmişə demişəm, bazar ötkənə qoyma qurban olum Ya Rəbbi. Onlardan gözəl mütəxəssis yetişdirək Allah'ım. Qoca vaxtımızda onların baxıb fəxr elə qurban olum Allah'ım, Ya Rəbbi. Çətin gündə gəlmişik, bir müharibə, bir acıdan çıxıb gəlmişik. Yenə ağır günlərdə qurban olum Allah'ım. Bilmir, dünya çalxalanır qurban olum Allah'ım. Bizi qoru qurban olum Ya Rəbbi. Quranın nuruna sallırım Allah'ım. Tut əllərimizi Allah'ım. Bıraxma əllərimizi Ya Rəbbi. İmam Əlinin ağzını doyuram qurban olum. Biz səni çox sevirik. Sən bizim istədiyimiz, sevdiyimiz Allah'san Allah'ım. Sənə layiq qul olmaqda bizə yardımcı ol Ya Rəbbi. Amin, amin, amin. Allahümme əxfirli müminə və müminat və müslüminə və müslümat. Əl-əhyə mühüm və əmvat və ilə ruhi. Mərhumil məxfurul məlum. Bil əkri Muhammedin vali tahirin. Bi hürməti surəti mübarəkəti. Fatihəti məs-salavat. Əzbillahineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malik yevmiddin. İyyâke na'budu iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratal-lezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâlin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu semed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Allah kabul etsin. Allah kabul etsin. Allah kabul etsin.